Mingəçevirdə 39 yaşlı kişi kanalda batıb. Bədbəxt hadisə Yuxarı Qarabağ Suvarma kanalında qeydə alınıb. Şəhər sakini Bəxtiyar Məmmədovun ehtiyatsızlıqdan su kanalına düşdüyü bildirilir. Gəldik bura, oturduq çörək yeməyə. 3 nəfər idik. Dedik ki, gedək oturaq kafedə çörək. Ya dedik ki, yox. Rəhmətli dedi ki, oturaq, gedək kanalı xoşlayıram. Gedək orada oturaq çörək yeyək. Çörək yediyimiz yerdə düşdü yerə aşağı. 2 əlimi yuyum. O əlimi yumaq, bu əlini yumaq. O birisi yoldaş Ceyhun adında olan şəxs. Düşdü onu dalınacaq ki, onu çıxardı. O bunu batırırdı, bu da onu batırırdı. Mən də qışqırışmaya saldım, balıqçı qaqa vardı burada, sağ olsun. Saçoku atdı, mən də onun saçoğuna köməkli bu birisini çıxarda bildik, Ceyhunu. Ceyhunu çıxarda bildik, bunu çıxarda bilmədik. Bu Ceyhun əlindən bu məhrum, rəhmətli. Əlindən çıxdı bunun, sürüşdü. Sürüşdü, getdi ortaya, daha ondan sonra heç nə elə bilmədi. Ailəli idi, bir qızı, bir oğlu var idi. Yəni 4-5 ildir bir yerdə çörək kəsdiyimiz oğlan olub. Moykada işləmişik bir yerdə uzun müddət.